Qeyd edim ki, qarın boşluğu müayinəsində ən çətin müayinə mədalı vəzin görünməsidir. Lakin pasiyentim dolu xanım olmağına baxmayaraq, mən mədalı vəzin başının, cismini və quyruq hissəsini çox aydınlıqla izləyirəm. Burada bir ipucu vermək istəyirəm. Adətən mədalı vəzin bizim tam izləməyimizə mane olan, mədədə olan köp, yəni qazın özündən arxaya doğru verdiyi kölgəlik olur. Əsas məqam mədalı vəz müayinəsindən, qarın boşluğu müayinəsindən öncə pasiyentdən 1-2 stəkan miqdarında maye su içizdirmək məsləhət görülür. Çünki həmin maye həmin qazın önünə keçir və verdiyi kölgəliyi aradan qaldırır və mədalı vəz belə çox aydın şəkildə izlənir. Bu da mənim kolleqalarımın verdiyim mədalı vəz görüntüləməsi üçün bir ipucu olsun. Baxın, çox aydın. Burada pasiyent maye qəbul edib. Mayeni izləyirik və o kölgəliyin qarşısını alır. Biz mədalı vəzin başını, cismini və quyruq hissəsini çox aydınlıqla izləyirik.